Hə. Ev yıxanın evi az neyinirəm mənim ömrüm gedəndən sonra, mən çətinliklər çəkəndən sonra, mən gedim bir başqa birisi ilə tanış olandan sonra, az mən neyinirəm onların pis günün görməyi. Mən onların pis günün görməyi istəmirəm, bacı, qurban olsun. Məndən uzaq olsunlar, qurban olum. İstəyir xoşbəxt yaşasınlar, istəyir necə yaşayırlar, yaşasınlar. Az mən neyinirəm, mən neyinirəm, qurban olum o. Mən onu oturum gözləyim ki, buna baxsa pis gün olacaq. Mənim neyimə lazımdır? Az mənim neyimə lazımdır? Mən bir dənə bu sözü deyirəm ki, mən haqqımı halal eləməyəcəm. Yoxsa ay oturum gözləyim ki, Allah bunlara nə vaxt pis gün nəsib eləyəcək. O pis gün görsə mənə xoş olacaq. Yox, olmayacaq. Allah haqqı elə bir qəlbim var ki, mənim var ki, görsəm acından ölür, aparıb çörək aparıb verəcəm yetimçəsinə. Yəni elə bir qəlbim var mənim. Ona görə bacı, nə pis gün olsun, nə də bir şey. Məndən uzaq olsun, Allaha da yaxın olsun. Bacı, qurban olsun sənə. And ol Allah, mən özümü bilirəm də. Vallahi Allah haqqı. Mən özümü tanıyıram da. Mənim elə bir ürəyim var ki, mən dözə bilmirəm. Düşmənim olsun, gözümün düşməni olsun. Nifrət hissi yoxdur məndə. Şükür Allaha o hissi yoxdur məndə. Şükür, min şükür Allaha ki, mən heç kimə qarşı nifrət hissi yoxdur məndə. Ümumiyyətlə də, nə bilim, danışmadığım insan olsun. Bir dənə sözü sənə ehtiyacım var sözü var ha. O mənə bəs eləyir. Mən bu abırsız sifətimdən gedəcəm onun qapısına. Bax, mən eləyəm, bax, Allah haqqı. Bax, mən eləyəm. Bu abırsız sifətimdən gedəcəm onun qapısına. Pis olacam. Bax, and ol Allaha. Bax, elə bir sırtıq sifətim var mənim. Hə.